Əziz bircələr, bu dəfə sizin üçün bir video çəkmişəm. Bu videoda biraz kədər var, biraz da qürur var. Kədəri tərəfi odur ki, artıq növbəti tədris ilindən etibarən, yəni avqust-sentyabr aylarından Bakı şəhərində əyani fəaliyyətimi dayandırıram. Qürurlu tərəfi odur ki, mən artıq Qarabağa qayıdıram və Qarabağda tarix fənnindən əyani formada hazırlıqlarımızı davam etdirəcəyik. Belə ki, bu videonu həm valideynlər üçün, həm izləyicilər üçün çəkirəm ki, Bakıda istər Bakıxanovda, istər Pirşağıda kimlər ki, qeydiyyatdan keçmişdilər, onlar üçün seçim verirəm. Yəni istəsələr onlayn hazırlıqla davam edə bilərlər. Yox, amma istəməsələr artıq bu video onlar üçün bir bildiriş videosudur ki, özlərinə yeni liman, yeni müəllim axtara bilərlər. Əslində mən bilirəm ki, buradan Qarabağa gedərək buradakı işimi sıfırlayıb gedirəm. Yəni mən həyatımda nadir hallarda risk alan adamam, həmişə ehtiyatımı görürəm, amma ilk dəfə risk almaq qərarına gəldim. Bunda da əslində heç bir çıxarım yoxdur. Sadəcə fikirləşirəm ki, bu mənim üzərimdə olan bir mənəvi yükdür. Bunu mən eləməsəm heç kim eləməyəcək. Ona görə də qərara gəldim ki, mən Qarabağa getməliyəm. Qarabağda tədrislə məşğul olmalıyam, uşaqlarla hazırlaşmalıyam. Uşaqları istər tarixi məsələlərdə, istər milli, mənəvi məsələlərdə istiqamətləndirməliyəm. Bunlar mənim bir borcumdur və mən bu borcumu yerinə yetirmək üçün Qarabağa gedirəm. Təbii ki, Qarabağa getsəm də onlayn hazırlıqlarımız davam edəcək və növbəti tədris ilindən etibarən artıq daha çox onlayn hazırlıqlara üstünlük veriləcək. Yəni bu ayrılıq videosunda da belə bu barədə danışmaq istəyirdim. Yəni növbəti tədris ilində işlərimiz davam edəcək, amma onlayn formada.